Müşfiq bəy, qorxu bizi qoruyur yoxsa idarə eləyir? Həm o, həm bu. Qorxu normal duyğudur. Yaxşı duyğudur, zəruri duyğudur. Və o olmasa biz öz kimliyimizi dərk eləyə bilmirik. Qorxunun dibinə boylananda insan anlayır ki, nə qədər acizdir. Və insan bilmədiyi üçün qorxur. Bilmədiyi bir yerə düşübdür. Məsələn, qədim hindlilər deyirdilər ki, bil ki, bilmirsən. Biz bir avidyanın, bilgisizliyin içərisindəyik. Bunu ancaq axmaq adam, böyük bir təcrübə toplamadan çox özgüvənli olur. Özünün qorxularının dibinə boylanmadan cəsarətli ola bilir. Amma müdriklük isə qorxu dərəsinin bütün dibini gəzəndən sonra, oranı tanıyandan sonra cəsarətlənə bilir və onun cəsarətinin də təməli olur Allah. Başqa bir təməli olmur. Ona görə də insanın Allahı tapana qədər qorxması çox təbii, çox doğru bir şeydir. Çünki insan bilməzlik içərisindədir və qorxmalıdır. Uşaq dünyaya gələn kimi qorxur. Bu instinktivdir də, onu da elə çıxır ki, bizdə instinktiv gəlir də. İnstinkt sözündən mən həmişə qaçıram. Çünki o söz artıq şirmaya döndü və çox mətləbləri ancaq gizlədir. Məsələn, deyirlər ki, heyvanlarda instinkt var. Və bir dəfə heyvanın gözünə baxmırlar ki, başa düşsünlər ki, heyvanda şuur da var. Bəlkə insandakı şuur qədər qüdrətli deyil, amma şuur var. Bir aləm var. İnstinkt sözünü də bir mexaniki bir terminə çevirdilər ki, heyvanların taleyinə boylanmasınlar. Onları nəsə belə aşağı, bəsit bir şey hesab eləsinlər. Bu, insan tərəfindən heç də yaxşı görsənmir. İnsanla bağlı instinktlərə şey eləmək isə, bir də yenə həmişə bizim heyvani təbiətimizə referans göndərmək olur. Mənsə, məsələn, həmişə mürəkkəbləşdirmək tərəfdarıyam. Filosoflar bilirsə, həmişə mürəkkəbləşdirirlər həyatı. Əslində asanlaşdırırlar, yoxsa yox? Mən səhv başa düşürəm. Yox, süni asanlaşdırmağın əleyhinədirlər onlar. Süni asanlaşdırmağın əleyhinədirlər. Ona görə bu baxımdan bir mürəkkəblik yaranır, amma o mürəkkəblik də deyil, o həqiqətə çatanda sadəlik olur. Amma o mürəkkəblikdə bir asanlıq var, hansında ki biz başa düşürük, sizi başa düşürük, digər filosofları başa düşürük. Bizə deyirik ki, belə də olarmış, sən demə.